sadəcə zaman deyil, hər gün eyni məsuliyyətlə işə başlamaq, çətin anların üstəsindən gəlmək və uğuru komanda ilə bölüşmək deməkdir. Bugünkü qonağımız isə mühüm vəzifələrdən birini icra edən Təzə Qida Şöbə Müdiri Şahin Quliyevdir. Şahin müəllim, xoş gəlmisiniz efirimizə. Təşəkkür edirəm. Mən də sizi və izləyicilərimizi salamlayıram. Şahin bəy, mən istəyirəm ki, siz özünüzü izləyicilərimizə təqdim edəsiniz. Hansı işlərlə məşğulsunuz? Obada neçə ildir fəaliyyət göstərirsiniz? Mən ümumi olaraq Veysel Şirkətlər qrupunda artıq 20-ci ildir ki çalışıram. Ancaq Oba marketlər şəbəkəsində 10 ildir çalışıram. Yəni Oba demək olar yaranandan mən Obada işləyirəm. Hal-hazırda Obada Təzə Qida Şöbə Müdiri vəzifəsində işləyirəm. Şahin bəy, əslində 20 il çox böyük bir və uzun bir tarixdir. Siz dediniz ki, Veysel Şirkətlər qrupundan başlamısınız və Obamızın yarandığı gündən bəri də bizimlə birlikdə çalışırsınız. Həmin günləri xatırlayırsınız? Oba necə yarandı, necə başladınız? Bəli, həmin günləri çox yaxşı xatırlayıram mən. Həmin dövrdə mən şirkətlər qrupuna aid olan digər şirkətdə çalışırdım. Bir gün belə razılaşdırıldı ki, mən işimi burada davam elətdirməliyəm və mən onu bir vəzifə olaraq qəbul edib Oba marketlər şəbəkəsində satın alma müdiri olaraq işimə davam etdirməyə başladım. Obada keçirdiyiniz bu 10 il sizə peşəkar karyeranıza nə qazandırdı? Bu illər mənə retail sahəsinin bütün ritmlərini, etibarlı ticarətin xarakterini, operativ qərarlar qəbul etməyi, idarə etdiyim komandaya daha yaxşı liderlik etməyimi mənə öyrətdi. Bu dövr ərzində öyrəndiklərinizi sadaladınız. Bəs bunu istifadə edərək hansı dəyişiklikləri gətirmisiniz? Keyfiyyət və performans üzərində əsasən fokuslanmışam mən işə. Ancaq işlədiyimiz dövr ərzində, xüsusən də təzə qidanı idarə edərkən, bu əslində bütün kateqoriyalara aiddir. Ancaq təzə qidada xüsusən vurğulanır. Marketlərimizdə rəflərin daima doluluğu, bulunurluq deyirlər ona. Yəni ki, bütün məhsullarımız rəflərdə daimi olmalıdır ki, müştərilərimiz məmnun qalsın. Məlum məsələdir ki, həmişə biz bütün dövrlərdə, bütün rəqib zəncir marketlərdən sayımız həmişə yüksək olub. Sadəcə olaraq tədarükçülərimizdə təcrübə az olduğuna görə biz sürətlə böyüyürük deyə onlar bizə vaxt-vaxtında məhsulları bəzən çatdırmaya bilirdilər. Bu səbəbdən də biz istər-istəməz rəflərdə stokatlara düşürdük, məhsullar rəflərdə azalırdı, müştəri məmnuniyyəti pozulurdu. Bu səbəblə biz qərar qəbul etdik ki, tədarükçülərimizlə sıx işləyəcəyik. Onların marketlərə gediş rutları ilə tanış olduq, bir yerdə onlarla işləmlər apardıq ki, həm onlara dəstək olduq ki, necə biz sizə kömək edə bilərik. Sonra sıx əməkdaşlıq edəndən sonra artıq ciddi nəticələr əldə elədik. Bugünkü gündə bizim demək olar ki, rəflərimizdə daima təzə məhsullarımız daimi olub və müştərilərimiz də çalışırıq ki, məmnun qalsın bizim bu gördüyümüz işlərdən. Biz onu deyə bilərikmi ki, obamızın sayının çox olması eyni zamanda tədarükçülər üçün də böyük bir təcrübədir? Bəli, tam doğrudur. Tədarükçülərimizlə də belə deyək, onlarla işləyəndə də özləri də qəbul edirlər ki, siz daha sürətlə böyüyürsünüz, bizim təcrübəmizi də artırırsınız. Sonunda onların da belə deyək də ticarətlərin artmasına səbəb oldu. Onlar da məmnun qalıb, biz də çalışırıq ki, öz müştərilərimizi belə deyək, daha gözəl məhsullarla təmin edib məmnun qalaq. Bəs bir məhsulu rəfə çıxarmamışdan öncə siz nələrə diqqət edirsiniz? Bir məhsulu tanıtılmamışdan öncə əsasən məhsula diqqət olunur ki, məhsul həqiqətənmi tələbat yarada biləcək rəfdə. Sonra onun saxlama şəraiti hansı vəziyyətdədir, tədarük stabilliyi hansı səviyyədədir, tədarükçümüz onu daima bizə tədarük edə biləcək yoxsa yox. Bir də mövsümi faktorlar nəzərə alınır ki, hansı mövsümə daha çox uyğun gəlir. Bunlar tam nəzarət olunub baxandan sonra ki, hər şey qaydasındadır, daha sonra qərar qəbul edilir ki, məhsulu tanıda bilərik. Elə bir məhsul varmı ki, tanıtdıqlarınızın arasında tərəddüdlə yanaşırdınız ki, müştəri bunu sevərmi, sevməzmi deyə yeni bir məhsuldan söhbət gedir və çalışdığınız dövrdə və onu inkişaf etdirərək xalqa sevdirmisiniz? Bəli, olub. Bəzi məhsullar olur ki, onlar haqqında məhsul yeni bazara təqdim olunur. Elə bir məhsul olur ki, tanıtdırarkən məhsulun keyfiyyətinə baxırıq, çox yüksək səviyyədədir. Saxlama şəraiti də çox yaxşı şəraitdə bizə təqdim olunub.
məhsulu tanıtdırırıq. Bazar dinamikası göstərir ki, bəli biz doğru eləmişik məhsulu tanıtdırmaqda. Düşünürük ki, bunun da yəqin bunu tanıdan hansı ki yaradan bir şirkətin də özünün də bir marketinq bölmələri var. Onlar bazarı ciddi şəkildə araşdırıb sonra bu məhsulu yaradırlar. Çox hallarda belə deyək, yeni məhsul daha yaxşı inkişaf edir. Bazar daima yeniliyi sevir. Məhsulu tanıdarkən yeni məhsul olduqda biz o məhsulun öz ofisimizdə də dadımını təşkil edirik, bəzən marketlərdə də dadımını təşkil edirik ki, yəni burada dadına baxan insanlardan biz məlumat toplayırıq ki, həqiqətənmi ümumi dadına baxanların belə deyək, respondentlərin neçə faizi üstünlük təşkil elədi. Həmin üstünlüyü də bizə kömək edir ki, biz məhsulu tanıdaq. Həmin alınan nəticədən belə də yola çıxa bilirik ki, biz məhsulu həqiqətən tanıdaq yoxsa yox. Mən əminəm ki, sizin bu 10 il ərzində bir çox qərarlarınız, uğurlu qərarlarınız olubdu. Amma elə bir qərarınız varmı ki, sizi qürurlandırır? Oba marketdə işlədiyimə görə, Oba marketdə karyeramı inkişaf elətdirdiyimə görə və mənim işimi dəyərləndirib həmişə rəhbərlik mənim işimi dəyərləndirdiyinə görə mən özümü qürurlu hesab edirəm və burada da davam etdirmək haqqında düşünürəm karyeramı. Çox gözəl. Ümid edirəm ki, bundan sonrakı fəaliyyətlərinizdə də çox uğurlu nəticələr əldə edəcəksiniz. Bəs Obada 10 il çalışmağınız üçün sizi ən çox motivasiya edən nədir? Obada məni ən çox motivasiya edən odur ki, mən özüm hərəkətli işi, yəni daha çox sürətli qərarlar qəbul etmək işi həmişə sevdiyimə görə, ona görə də ən çox məni motivasiya edən dinamik iş mühitidir, iş axışının həddindən artıq sürətli olmasıdır. Bu məni motivasiya eləyir ki, mən öz iş yerimdə işimi davam elətdirim. Həm də eyni zamanda dinamik və sürətli iş mühiti o deməkdir ki, komanda olaraq böyük bir çalışqanlıq var, komanda olaraq böyük bir əmək sərf edilir. Bu da istər-istəməz insana motivasiya verir. Doğrudur. 10 il ərzində çox güman ki, sizin çox sevdiyiniz xatirələr də var, şirin anlarınız da olubdu. Bizə bunlardan danışa bilərsiniz? Mənim üçün işlədiyim müddət ərzində ən çox yaxşı xatirə, xatırladığım, ən xoşuma gələn xatirələrimdən biri Qarabağ torpaqlarına ilk dəfə işimlə əlaqədar ezamiyyətdə olmağım olub, oradakı marketlərin ziyarət olunması olub. Bildiyiniz kimi hər şirkətin özünün ənənələri, öz strategiyası, missiyası olur. Bəs obamızın hansı ənənəsi sizin üçün daha xoşdur? Obamızın əsas ən xoşuma gələn ənənəsi odur ki, içəridən seçilən liderlər modelidir. Yəni burada hər bir insana meydan açılır ki, öz performansını göstərsin, öz məsuliyyəti ilə, intizamı ilə öz karyerasını qursun. Bu kifayət qədər də şirkət rəhbərliyi buna görə meydan açır və düşünürəm ki, çox yaxşı bir haldır. Əslində çox gözəl vurğuladınız. Bu model eyni zamanda gənclər üçün də böyük bir töhfə verir. Artıq onlar bilirlər ki, öz üzərlərində çalışaraq istədikləri nailiyyətləri əldə edə bilərlər və qarşılarında heç bir maneə yoxdur. Sadəcə olaraq öz əzmlikləri və çalışqanlıqları durmalıdır qarşılarında. Çox gözəl vurğuladınız bunu. Bəs Şahin bəy, elə bir vərdişləriniz varmı ki, siz bunu obada çalışaraq qazanmısınız və öz həyatınızda da tətbiq edirsiniz? Vaxtı düzgün idarə etməyi, prioritetləri seçməyi, stres altında qərar qəbul edib və rəqəmlərlə düşünməyi. Düşünürəm ki, bu mənim üçün daha çox qazandığım təcrübələrdən olur. Xüsusilə də sürətlə, dinamika ilə inkişaf edən bir obada mütləq şəkildəki əsas vərdişlərdən biri də vaxtın idarə edilməsidir. Elə mən öz təcrübəmdə də bundan istifadə edirəm. Bəs maraqlı suallardan birini sizə səsləndirmək istəyirəm. Rubrikamızın əsas suallarından biridir. Bu 10 ili 10 sözlə ifadə edin desəm, hansı sözlərdən istifadə edərsiniz? İnkişaf, risk, komanda, intizam, dəyişiklik, etibar, qürur, keyfiyyət, məsuliyyət. Siz obamızı 10 sözlə ifadə etdiniz. Çox gözəl vurğulamalar elədiniz. Mən sizə sonuncu sualımı səsləndirmək istəyirəm. Qarşıdakı 10 il üçün oba və öz karyeranız üçün arzularınız nələrdir? Daha çox ifadələr işlətmək olar, daha çox arzular eləmək olar. Çünki oba bizim üçün çox doğmadır. Mən oba üçün qarşıdakı 10 ildə arzu edirəm ki, bazarın ən etibarlı və ən xarakterli marketlər şəbəkəsindən biri olsun.
Özüm üçün də bunu arzu edə bilərəm ki, illər sonra qismət olarsa, yaşlanarıqsa, illər sonra mən də baxım düşünüm ki, nə yaxşı ki mən ovada işləmişəm. Çox gözəl. İnşallah ki də elə olar. Təşəkkür eləyirik bizim bu günləri qonağımız olduğunuz üçün, dəyərli təcrübənizi bizimlə bölüşdüyünüz üçün. Sizə bundan sonrakı 10 illikdə də fəaliyyətinizdə uğurlar arzu edirəm. Mən də sizə təşəkkür edirəm, izləyicilərimizə də təşəkkür edirəm ki, bizi izlədilər. Çox sağ olun Şahin bəy. Əziz izləyicilərimiz, ümid edirəm ki, bu buraxılışımız ürəyinizcə oldu. Növbəti layihələrimizi qaçırmamaq üçün isə bizi izləməyə davam edin. Hələlik.